Doktor Watsonun gündəliyindən 3 xizək malikanəsində baş vermiş hadisə. 1-ci fəsil. Mənə elə gəlir ki, Sherlock Holmes'la macəralarımdan heç biri 3 xizək malikanəsi ilə bağlı hadisə qədər gözlənilməz və melodramatik halda başlamayıb. Bir neçə gün idi ki, Holmes'la görüşmürdüm və onun bu vaxt ərzində öz enerjisini hansı məcraya yönəltdiyindən xəbərim yox idi. Həmin gün səhər-səhər dostum söhbət etməyə çox meyilli idi. Amma buxarının yanındakı dəmir kürsüdə mənə yer göstərib, qəlyanını təzəcə yandırmışdı ki, bir nəfər içəri girdi. Daha doğrusu qəzəbli öküz kimi otağa soxuldu. Bu sözlər baş vermiş hadisəni daha dəqiq təsvir edir. Qapı qəfildən taybatay açıldı və otağa yekəpər bir zənci girdi. Əgər görkəmi qorxunc olmasaydı, onu komik adlandırmaq mümkün idi. Boz rəngli dama kostyumu və narıncı rəngli qalstuku onu gülməli göstərirdi. Yastı burunlu enli sifəti irəli əyilmişdi. Təhdidlə parıldayan ağzıqlı qara gözləri gah mənə, gah da dostuma baxırdı. "Cənablar, sizdən hansınız Sherlock Holmes'dur?" deyə o soruşdu. Dostum zorla gülümsəyib qəlyanını yuxarı qaldırdı. "Hə, deməli sizsiniz." Qonağımız ehtiyatlı addımlarla irəli gələrək dedi. "Qulaq asın, Massa Holmes. Sizə dəxli olmayan işlərə burnunuzu soxmayın. Qoy Harrow'dakı adamlar öz problemlərini özləri həll etsinlər. Aydın oldu mu, Massa Holmes?" "Danışın, davam edin, davam edin." Dostum bəkdən dedi. "Bu çox maraqlıdır." "Deyirsiniz maraqlıdır?" Naməlum adam qəzəblə qışqırıb dedi. "Əgər sifətinizi qırmızıya boyasam, daha maraqlı olar. Sizin kimi tiplərlə çox məşğul olmuşam. Amma sonra onlar heç də maraqlı görünməyiblər. Bura baxın, Massa Holmes." Zənci qaya parçasına oxşayan nəhəng yumruğunu məşhur xəfiyyənin burnunun qarşısında yerlədi. Holmes maraqla onun yumruğuna baxdı. "Yaxşı, mən sizə xəbərdarlıq etdim," o dedi. "Mənim tanışlarımdan biri çox istəyir ki, sizin müdaxilənizdən canını qurtarsın. Nə demək istədiyimi anlayırsınızmı? Əlbəttə, mən sizə əmr vermirəm, amma siz də mənə göstəriş verə bilməzsiniz. Əgər burnunuzu soxsanız, yaxınlıqda olacağam. Unutmayın." "Sizinlə çoxdan söhbət etmək istəyirdim," Holmes dedi. "Əyləşməyi təklif etmirəm, çünki sizdən xoşum gəlmir. Siz keçmiş peşəkar boksçu Steve Dixie deyilsinizmi?" "Bəli, mən Steve Dixie'yəm. Əgər Massa Holmes mənim başımı qatmaq istəsə, Steve Dixie olduğumu öz vücudunda mütləq hiss edəcək." "Axı, siz başınızdan çox az istifadə edirsiniz." Dostum onun üzünə diqqətlə baxaraq cavab verdi. "Bəlkə Holborn barın yaxınlığındakı gənc Perkinsin qətlə yetirilməsindən söhbət etsək daha yaxşı olar?" Zənci təşviş içində diksinib geri çəkildi. "Bu cür dedikodulardan zəhləm gedir," o dedi. "Mənim Perkinslə nə işim var, Massa Holmes?" "Mən o vaxt Birminghamdə idim. Bu oğlan ölümə tuş gəldikdə, mən Bulleringdə məşq edirdim." "Yetər, rədd olub gedin. Məndən qaçıb gizlənə bilməzsiniz. Lazım olsa, mən özüm sizi tapacağam." "Görüşənədək, Massa Holmes. Ümid edirəm gəlişimdən narazı qalmadınız." "Əgər sizi buraya kim göndərdiyini deməsəniz, narazı qalacağam." "Bu sir deyil, Massa Holmes. Məni Barnes Stockdale göndərib." "Bəs Stockdale kimin havasını oynayır?" "And içirəm ki, bilmirəm, Massa Holmes." O dedi ki, "Steve, get Sherlock Holmes'a baş çək və ona xəbərdarlıq elə ki, əgər Harrow'a burnunu soxsa, çox yaşamaz." "Vəssalam, düzünü deyirəm." Sualların davamını gözləmədən qonağımız qaçıb getdi. Holmes sakitcə gülümsəyərək qəlyanının tütününü boşaltdı. "Xoşbəxtlikdən siz onun ağılsız başının möhkəmliyini yoxlamaq məcburiyyətində qalmadınız. Maşanı götürməyiniz gözümdən qaçmadı. Amma əslində Dixie pis oğlan deyil. Sadəcə güclü, düşüncəsiz, özünü öyən bir uşaqdır. Gördünüzmü, onu necə asanlıqla muma döndərdim? O, Spencer John'un dəstəsindəndir. Son zamanlar onlara qoşulub. Qaranlıq işlərdə iştirak edir.
Bu məsələlərin üstünə mütləq açacağam. Steve Dixiyə göstərişləri bilavasitə Bernie Stockdale verir. O daha hiləgərdir. Onlar döyüb qorxutmaqla məşğul olurlar. Maraqlıdır, görəsən bu hadisədə onların arxasında kim dayanır? Onlar sizi nə üçün qorxutmaq istəyirlər? Buna səbəb Harrowdakı hadisədir. Dixinin bizə gəlməsi məni bu hadisəyə xüsusi diqqət yetirməyə məcbur edir. Kimsə bu qədər təşvişə düşübsə, deməli maraqlı hadisədir. Axı orada nə baş verib? Mən elə bunu sizə danışmaq istəyirdim ki, bu yekəpər səfeh otağa soxuldu. Bu məktubu Harrowda yaşayan Miss Mayberley göndərib. Əgər mənimlə getməyə hazırsınızsa, ona teleqramla cavab göndərərək və yubanmadan yola düşərik. Məktub belə idi. Hörmətli Mr. Sherlock Holmes, mən anlaşılmaz hadisələrlə üz-üzə qalmışam. Məsləhət versəniz çox minnətdar olaram. Sabah istənilən vaxtda sizi gözləyirəm. Violet stansiyasından malikanəmə bir neçə dəqiqəlik yol var. Mənim mərhum ərim Mortimer Mayberley sizin ilk müştərilərinizdən biri olub. Hörmətlə Mary Mayberley. Ünvan 3 xizək Harrow. Vəziyyət belədir, Holmes dedi. Dəmir yolu ilə qısa səyahət və avtomobillə daha qısa yol. Nəhayət, biz yaşıl çəmənlikdə əhatə olunmuş, kərpic taxtadan tikilmiş villanın qarşısına gəldik. Yuxarı mərtəbədə pəncərələrin altına yapışdırılmış təsvirlər malikanənin adına haqq qazandırmaq üçün tutarsız cəhdlər idi. Malikanənin arxasında cansıxıcı şam meşəliyi yerləşirdi. Ümumilikdə buralar çox tutqun və mənzərəsiz yerlər idi. Amma evin içərisi zövqlə bəzədilmişdi. Bizi qarşılayan yaşlı xanım isə yüksək mədəniyyətin möhürünü vurmuş, kübar bir qadın idi. Madam, asan bir məsələdə ərinizə göstərdiyim köməyin üstündən illər keçsə də, onu yaxşı xatırlayıram, Holmes dedi. Yəqin oğlum Douglasın adı sizə daha yaxşı tanışdır. Holmes ev sahibəsinə daha maraqla baxdı. İşə bax, demək siz Douglas Mayberley'nin anasısınız? Onun yaxın dostlarından olduğumu deyə bilmərəm. Amma hər bir Londonlu kimi mən də onun haqqında çox şey eşitmişəm. Gözəl şəxsiyyətdir. Bəs indi hardadır? Ölüb, Mr. Holmes. Douglas ölüb. Onu Romadakı səfirliyimizə ateşə təyin etmişdilər. Keçən ay ağciyər iltihabından orada vəfat edib. Bağışlayın. Amma ölümün belə adamlara qalib gəlməsinə inanmaq olmur. Ondan işgüzar, ondan çalışqan adama indiyənə qədər rast gəlməmişəm. Daim gərgin vəziyyətdə yaşayırdı. Özünə yazığı gəlmirdi. Elədir, ser, özünü həlak etdi. Yadımdadır, o necə idi? Alicənab, gülərüz, oğlumun qaşqabaqlı, məyus, acıqlı halını çox az adam görüb. Daima diqqətli, nəzakətli olan oğlum, bir ayın içində gözlərimin qarşısında yorğun və ədəbsiz birinə çevrildi. Nakəm məhəbbət, qadın, daha doğrusu şeytan, ancaq sizin mərhum oğlum haqqında söhbət etməyə çağırmamışam, Mr. Holmes. Mən və Dr. Watson sizə kömək edə bilsək, çox şad olaraq. Burada son zamanlar anlaşılmaz hadisələr baş verir. Bir ildən çoxdur ki, mən bu malikanəyə köçmüşəm. Qapalı yaşayıram. Qonşularla demək olar ki, ünsiyyətdə olmuram. 3 gün bundan qabaq özünü daşınmaz əmlak ticarəti üzrə agent adlandıran bir nəfər mənim yanıma gəlmişdi. O dedi ki, müştərilərdən birinə mənim evim kimi ev lazımdır. Əgər 3 xizəyi satmağa razılaşsam, ona çox pul verəcək. Qəribə təklif idi. Çünki yaxınlıqda bir neçə yaxşı malikanə vardı. Amma qəribə də olsa, məni maraqlandırmaya bilməzdi. Mən bu malikanəni aldığım qiymətdən 500 font yuxarı qiymət təyin etdim. Kişi qiymət danışmadı. Ancaq müştərisinin eyni zamanda əşyaları da almaq istədiyini dedi. Mebellərdən bəzisi köhnə olsa da, özünüz görürsünüz ki, yaxşı vəziyyətdədir. Ona görə də yaxşı qiymət dedim. Bu qiymətə də razılaşdılar. Çoxdan idi ki, səyahətə çıxmaq istəyirdim.
Sövdələşmə isə çox sərfəli idi və ömrümün sonuna qədər heç kimdən asılı olmadan yaşamağa imkan verirdi. Dünən agent hazır müqavilə gətirdi. Xoşbəxtlikdən sənədi burada Harrow'da yaşayan vəkilim Mr. Satroya göndərdim. O mənə dedi, müqavilə son dərəcə qeyri-adidir. Bilirsinizmi, bu sənədə imza atsanız evdən heç bir əşya, o cümlədən şəxsi əşyalarınızı da çıxarıb apara bilməzsiniz. Axşam agent yenidən gəldikdə ona müqavilənin qəribə olduğunu dedim və əlavə etdim ki, mən yalnız mebeli satmağa razıyam. Yox, bütün əşyaları, deyə o etiraz etdi. Bəs mənim paltarlarım, bəzək əşyalarım? Şəxsi əşyalarınız üçün bəzi istisnalar ediləcək. Amma qabaqcadan yoxlanış olmadan evdən heç nə çıxartmaq olmaz. Mənim müştərim zəngin və səxavətlidir. Amma onun öz qəribə istəkləri və işə yanaşma tərzi var. Onun şərti budur. Ya hər şey, ya da heç nə. Onda qoy heç nə olsun, satmıram, deyə cavab verdim. Bununla da məsələ bitdi. Amma bu hadisə mənə qəribə göründü. Ona görə də qərar aldım ki, bu zaman Mrs. Mabel ilə söhbəti qəfildən kəsmək məcburiyyətində oldu. Çünki Holmes işarə ilə sakitlik olmasını istədi. Sonra ehtiyatla otağın o biri tərəfinə gedib birdən qapını açdı və arıq, hündür bir qadının çiyinlərindən tutub içəri dartdı. Qadın doğma hinindən zorla qovulan ana stoyuq kimi çırpınaraq müqavimət göstərirdi. Buraxın, nə edirsiniz? O bağırdı. Nə olub, Susan? Ev sahibəsi təəccüblə soruşdu. Bilirsinizmi, madam, mən qonaqların nahara qalıb qalmayacaqlarını öyrənmək üçün içəri girmək istəyirdim. Bu cənab isə birdən məni tutdu. Mən hələ 5 dəqiqə əvvəl qapının arxasında kiminsə dayandığını eşitmişdim. Sadəcə maraqlı əhvalatı yarıda kəsmək istəmədim. Susan, asmadan əziyyət çəkirsiniz? Belə işə görə həddən artıq ağır nəfəs alırsınız. Qadın əsəbi, eyni zamanda təəccüblü üzünü onu hələ də tutub saxlamış Holmesa tərəf çevirdi. Siz kimsiniz? Hansı əsaslarla insanın üstünə hücum çəkirsiniz? Sadəcə sizin iştirakınızla ev sahibəsinə bir sual vermək istəyirdim. Mrs. Mabel, mənə məsləhət üçün müraciət etmək istədiyinizi kiməsə demişdinizmi? Xeyr, Mr. Holmes. Heç kimə deməmişdim. Bəs məktubu kim göndərib? Susan. Demək belə. Susan, onda deyin görək sahibənizin məndən kömək istədiyini kimə xəbər vermisiniz? Bu yalandır, belə şey olmayıb. Qulaq asın, Susan. Asma xəstələri adətən çox yaşamırlar. Yalan danışmaq isə bilirsiniz ki, günahdır. Kimə xəbər vermişdiniz? Susan, Mrs. Mabel bəkdən dedi. Xain, yaramaz qadın. İndi yadıma düşür ki, hasarın yanında sənin bir kişi ilə danışdığını görmüşəm. Bu mənim şəxsi işimdir. Tutaq ki, söhbət etdiyiniz adamın adını bilirəm. Barney Stockdale, elə deyir? Əgər bilirsinizsə, nə üçün soruşursunuz? Tam əmin deyildim, amma indi əmin oldum. Sizin, əgər Barney Stockdale'in arxasında kimin dayandığını desəniz, 10 funt qazanacaqsınız. Bu adam sizdən 100 dəfə çox pul verə bilər. Nə, zəngin kişidir. Siz gülürsünüz, yoxsa qadındır. Madam ki, bu incəlikləri öyrənə bildik, bəlkə onun adını deyib 10 funtunuzu alasınız. Cəhənnəm olun. Sizin danışığınızı bilin. Mən buradan gedirəm. Zəhləmi tökmüsünüz. Əşyalarımı götürmək üçün sabah adam göndərərəm. Deyə qulluqçu qadın qapıya tərəf qaçdı. Gedin, Susan, və sakitləşdirici dərman qəbul edin. Amma hirsindən pörtmüş qadının arxasınca qapı örtülən kimi dostum sözünə davam etdi. Bəli, bədxahların niyyəti ciddidir. Özünüz fikirləşin. Görün onlar necə riskli oyun oynayırlar. Sizdən aldığım məktubun ştempelində saat 22:00 yazılmışdı. Susan bu barədə Stockdale xəbər verib. O, tapşırığı almaq üçün öz sahibinin ya da sahibəsinin yanına gedib. Planı hazırlayan həmin adamdır. Sizin mənim səhvimə tutub güldüyü üçün belə fikirləşirəm ki, bu adam qadındır. Qara dərili Steve Dixi ələ alırlar.
Ertəsi gün keçmiş boksçu məni qorxutmaq üçün mənzilimə gəlir. Tez reaksiya verilib, doğrudurmu? Axı onlara nə lazımdır? Məsələ elə bundadır. Bu evin əvvəlki sahibi kim olub? Soyadı Ferguson olan istefaya çıxmış kapitan, hərbi dəniz qüvvələrində xidmət edib. Onun haqqında nəsə qeyri-adi bir şey eşitmisinizmi? Xeyr, eşitməmişəm. O burada nəsə qazıb axtara bilərdimi? Doğrudur, indi xəzinəni çox vaxt adi bankda gizlədirlər. Amma qəribə adamlara da rast gəlmək olur. Onlarsız dünya sadəcə maraqsız olardı. Ona görə də ilk olaraq yerə bastırılmış xəzinə haqqında fikirləşdim. Amma əşyaların nə üçün lazım olduğunu anlamıram. Burada Rafaelin fırçasından çıxmış əsərlər ya da Shakespeare'in ilk nəşri yoxdur ki. (18-ci əsrdə Derbidə hazırlanmış saxsı çay qablarından başqa qədim əşyamız yoxdur. Amma saxsı qab belə müəmmalı hadisələrə səbəb ola bilməz. Bir də ki, onlar nə istədiklərini niyə açıq şəkildə demirlər? Əgər onlar çay servizini ələ keçirmək istəyirlərsə, yaxşı qiymətə onu almaq, mülkü tamamilə almaqdan daha sərfəli olmazmı? Yox. Məncə bu evdə elə bir şey var ki, sizin özünüzün də bundan xəbəri yoxdur. Mən də elə fikirləşirəm, deyə söhbətə qoşuldum. Əgər doktor Watson da bununla razıdırsa, onda təklif edirəm ki, bu versiyanın üstündə dayanaq. Mr. Holmes, söhbət nədən gedə bilər axı? Məntiqi analiz üsulu ilə bunu aydınlaşdırmağa çalışaq. Siz burada 1 ildir ki, yaşayırsınız. Demək olar ki, 2 ildir. Bu müddət ərzində sizdən heç kim heç nə istəməyib. Amma son 3-4 gün ərzində birdən-birə təcili təkliflərlə qapınızı döyüblər. Məncə buradan bir nəticə çıxartmaq olar, deyə cavab verdim. Onları maraqlandıran obyekt nədirsə, bu yaxınlarda evdə peyda olub. Mrs. Maybelli, yadınıza salın, təzəliklə nə salmısınızmı? Bu il demək olar ki, heç nə almamışam. Doğrudan. Onda hadisələrin sonraki inkişafını gözləməli olacaq. Bu müddət ərzində bəzi detalları da dəqiqləşdirək. Yeri gəlmişkən, vəkiliniz etibarlı adamdır. Bəli, Mr. Satroya güvənmək olar. İndicə qapını örtüb gedən bu gözəl süzenindən başqa kulosunuz varmı? Bəli, bir gənc qız. Onda Mr. Satrodan xahiş edin ki, 1-2 gün gecəni 3 xizəkdə keçirsin. Ola bilər ki, sizə müdafiə olunmaq lazım oldu. Kimdən? Kim bilir? Çox qaranlıq məsələdir. Onların nə istədiyini müəyyənləşdirə bilmiriksə, məsələyə başqa tərəfdən yanaşmalıyıq. Əmlak üzrə agent öz ünvanını sizə veribmi? Xeyr, yalnız bu kartı verib. Hennes Johnson, auksiyonçu və qiymətləndirici. Məlumat kitabında belə bir adamı tapacağımızı düşünmürəm. Düz adamlar öz ofislərinin ünvanını gizlətmirlər. Arxayın olun. Bu işi araşdırıb axırına çıxacağım. Yeni xəbərlər olsa, dərhal mənə bildirin. Biz çıxışa tərəf yönəldikdə, hər xırda şeyə fikir verən Holmesun gözləri salonun küncünə yığılmış bir neçə sandıq və çamadana sataşdı. Milan Lucerne. Bunlar İtalyadan göndərilib. Douglas'ın əşyalarıdır. Bunları açmamısınız. Çoxdan buradadırlar. Keçən həftə gətiriblər. Siz isə deyirdiniz ki, çatışmayan halqa elə burada ola bilər. Haradan bilirsiniz ki, bu əşyaların arasında qiymətli heç nə yoxdur? Mr. Holmes, düşünürəm ki, orada qiymətli əşya olmamalıdır. Bədbəxt oğlum maaşla dolanırdı. Kiçik maaşla bahalı əşyanı necə ala bilərdi ki? Bununla belə Miss Maybelli yubanmaq lazım deyil. Tapşırın Douglas'ın əşyalarını yataq otağınıza gətirsinlər və onları mümkün qədər tez gözdən keçirin. Sabah nəticələri öyrənməyə gələcəyəm. 3 xizək malikanəsinin diqqətli müşahidə altında olduğuna heç bir şübhə yox idi. Biz xiyabanla gedib hündür hasarın arxasına keçdikdə tanış boksçunu gördük.
O sanki yerin altından çıxdı. Zəncinin nəhəng cüssəsi bu tənha yerlərdə daha da qorxunc görünürdü. Holmes əlini tez cibinə saldı. Birinci fəslin sonu.